Düşünürəm ki, əksəriyyətimizdə belədir. Uşaqda yemədiyimiz yeməkləri müəyyən yaşdan sonra həmin yeməkləri pəhpəhlə yeyirik. Bunlardan biri də şorbadır. Hər hansı bir şorba. Bugünkü havanı nəzərə alaraq çox dadlı toyuq şorbası hazırladım. Gəlin onu sizlərlə paylaşım. İlk öncə toyuqları qızardıb bir kənara qoydum. Daha sonra kənarda kök, soğan və sarımsağı yağda yaxşıca qovurdum. Üzərinə bir xörək qaşığı qədər un əlavə etdim, yenə də qovurdum. Sonda qızarmış toyuqları sümüyündən ayıraraq üzərinə əlavə elədim. Təbii ki, arada duz, istiyotu ağız dadınıza görə əlavə etməyi unutmayın. Toyuğu əlavə elədikdən sonra yaxşıca qovurdum və üzərinə su və yaxud da bulyon əlavə edirəm. 5-10 dəqiqə qaynadıqdan sonra üzərinə kartof və vermişini əlavə elədim. Sonda isə üzərinə bolluca quru nanə əlavə elədim. İnanın ki, möhtəşəm dadda olan bir toyuq şorbası alındı. Tam bugünkü havaya uyğun.